Haleluya. Haleluya ata. Qoy bu milad ata bütün ürəkləri doldursun. Qoy bu milad ata bütün ürəklərin qapılarını açsın. Qoy bu milad ata tanımayan ata, sənə səzdə qılmayan, səni dərk etməyən ürəkləri bürüsün deyə dua edirəm. Qoy bu milad ata bütün aləmə, bütün bəşəriyyətə, hər yerə tökülsün ata. Qoy bu milad sırayışla ölkəmizin, dünyamızın hər bir tərəfini doldursun deyə dua edirəm. Yaxınlarımız, əzizlərimiz ata, sənin ata bu doğuluşunla, qoy sənin ata, bu gözəlliyinlə ata, onların ata daş ürəkləri açılsın. Açılsın qapılar ya Rəbb. Açılsın səmitlər ya Rəbb. Qoy hər bir kəsin istiqaməti dəyişilsin. Səni dərk etmək üçün, səni anlamaq üçün ata. Ya Rəbb, bu elə-belə bir doğuluş deyil ya Rəbb. Bu milad elə-belə bir milad deyil. Yeryüzünü tamamilə azad etmək üçün bir körpə doğuldu. Ya Rəbb, qoy o körpənin doğuluşu bütün evlərə, ya Rəbb, sevinç gətirsin. Bütün evlər, ürəklər azad olsun deyə dua edirəm. Hər bir ya Rəbb ürəyin, ya Rəbbim, dünyaya bağlılığı tamamilə yox olsun. Hər bir ürək dünyadan tamamilə azad olub, sənin müqəddəs ruhunun gücü ilə, qüdrəti ilə dolsun. Qoy bu milad bütün süfrələrə ata, bütün ürəklərə, qəlblərə, bütün ambarlara toxunsun. Ya Rəbb, hər tərəfdən sənin bərəkətin axsın ya Rəbb. Hər bir bacı qardaşımın süfrəsinə sənin o doğuluşun xeyir-dua və bərəkət gətirsin ya Rəbb. Ürəklər azad olsun. Xəstəliklərdən azadlıq gəlsin ya Rəbb. O ürəklər ki, hələ də o xəstəlikdən ata azad ola bilmir. O qorxulardan azad ola bilmir. İblisin cayağından azad ola bilmir. Ya Rəbb deyib sən qarşıva gətirəm. Ya Rəbb, qoy bu doğuluş bütün ürəkləri İblisin caynağından azad etsin. İblisin hücumundan, qorxu ruhlarından azadlıq gəlsin ürəklərə. Ya Rəbb deyib sənin əllərinə verirəm. Ya Rəbb, sən qadirsən. Sən qadirsən. Hər bir kəsə toxunmağa. Yuxularında səni görmək əvəzinə. Cinlərlə, şeytanlarla oynayan hər bir bacı qardaşımı sənin qarşıva gətirəm. Sənin əllərinə verirəm ki, ya Rəbb, qoy onlar sənin bəxtlərində, yuxularında ata, rahatlıq tapsınlar. Qoy sənin ata peyğəmbərlik ənamların onları rahatlatsın deyə dua edirəm. Ata, hər bir evə, hər bir ailəyə, qoy sənin məclislərin qurulsun. Qoy sənin süfrələrin açılsın. Ya Rəbb, hər bir kəsin ata, həyatı geri deyil, artıq qabağa geçsin ata. Ya Rəbb, sənin gəlişinlə ata bizim həyatlarımız dəyişildi. Sənin gəlişin bizim həyatımıza yeni yönlər, yeni qapılar açdı. Sənin gəlişin, sənin doğuluşun bizim həyatımızın səmtini, istiqamətini düzənlədi ya Rəbb. Sənə şükürlər olsun. Ya Rəbb, sənə minnətdarıq ata. Minnətdarıq ki, sən ata. Ya Rəbb, özlüyünü göylərdən yer üzünə verdin ata. Hər bir şeyi bilə-bilə ata, bizi dünyadan azad etmək üçün. Ya Rəbb, sən göylərdən yer üzünə gəldin ata. Sən hazır bir qida kimi gəldin ya Rəbb bizim həyatımıza. Bizi doğullaşdırmaq üçün, bizi yöntəmləmək üçün ata. Sənə şükürlər olsun. Ya Rəbb, biz yolumuzu azmışdıq ya Rəbb. Hara gedəcəyimizi, necə edəcəyimizi bilmirdik. İtmiş bir övladıydıq ya Rəbb. Ya Rəbb, meşələrdə, səhralarda daimi vurnuxurduq ya Rəbb. Hara gedəcəyimizi, nə edəcəyimizi bilmədən bir yaşamımız vardı. Ancaq sən gəldin. Sən gəldin və bizim həyatımızı tamamilə qurdun, inşa etdin ata. Sənin inşam vasitəsilə ata, biz ata, gündən günə böyüməyə başladıq ata. Sən bizi düzənlədin ya Rəbb, sənə şükür olsun, sənə izzət olsun. Minnətdarıq sənə ata.
Biz ağlımızın ucundan belə keçirə bilmirdik ki, ata. Biz əgər səni tanımasaydıq, biz necə olardıq? Nə olardıq, ata? Ancaq sənin gəlişin, ata, bizi azad etdi. Bizə həyat bəxş edildi. Bizə su bəxş edildi, ata. Biz bir susuz səhraydıq, ata. Qurumuş, ata, bir torpaq idik, ya Rəbb. Gündən günə, ata, çürüyürdük, ya Rəbb. Ancaq sən gəldin, ata. O çürümüş toxumdan, ya Rəbb, sən bizi tamamilə azad etdin. Şükürlər olsun sənə. İzzət olsun sənə, ya Rəbb. Ya Rəbb, necə ki sən doğuldun, ata. Sənin doğuluşun o axuru belə ışıqlandırdı. O yeri tamamilə, o kiçik bir balaca bir qəsəbəni ışıqlandırdı. Sənin doğuluşun hər yerə parlaqlıq verdi. Hər kəsi o yerə cəlb etdi. Ya Rəbb, şükürlər olsun. İzzət olsun sənə, ya Rəbb. Minnətdarıq sənə. Minnətdarıq sənə, ata, bizi bu dünyadan qopartdığın üçün. Bizə öz sözünü, öz kəlamını asdığın üçün. Bizi əbədiyyata apardığın üçün, ata. Adlarımızı həyat kitabına yazdığın üçün sənə minnətdarıq. Ya Rəbb, qurumuş, ata, dodaqlarımızı islatdın sən, ya Rəbb. Ağzımıza bir yüyən verdin, ya Rəbb. Necə getməyi öyrətdin bizə, ya Rəbb. Ya Rəbb, süfrələrimizi doldurursan, ya Rəbb. Camlarımızı ağzına dək doldurursan, ata. Süfrəmizi bərəkətləndirirsən, anbarlarımıza əlini qoyursan, ya Rəbb. Yaşamımızı yöntəmləyirsən, ya Rəbb. Çünki bir zamanlar biz bunları bacarmırdıq, ya Rəbb. Biz bir zamanlar, ata, dünyanın o iş yuvəsində, nazında məhv olub gedirdik, ya Rəbb. Sənin doğuluşun bizi tamamilə hər şeydən qurtardı, ata. Biz səni tanımaqla, ata, tamamilə dəyişilməyə başladıq. Sənə şükürlər olsun. Sənə izzət olsun, ata. Ya Rəbb, biz sənin qarşında dayanırıq, ata. Səcdə qılırıq. Boyun əyirik, ya Rəbb. Nə yaxşı ki, sən gəldin. Nə yaxşı ki, sən doğuldun, ya Rəbb. Nə yaxşı ki, bizim atamız oldun. Nə yaxşı ki, bizim Rəbbimiz oldun. Nə yaxşı ki, bizim külli ixtiyarımız, Xudavəndimiz oldun. İrşadayımız oldun, Rafamız oldun, ya Rəbb. Adonayımız oldun, ya Rəbb. Sən şükürlər olsun. Minnətdarıq sənə, ya Rəbb. Milyardlar dəfə sənin qarşında dayanırıq. Səzdə qılırıq, boyun əyirik, ya Rəbb. Və minnətdarlığımızı sənə, ancaq və ancaq sənə bildiririk, ya Rəbb. Sənin əllərinə verirəm hər bir bacı qardaşımı. Sənin ixtiyarına buraxıram, həvalə edirəm onları sənə, ya Rəbb. Öyrə, təlimini onların dodaqlarına qoy, içlərinə qoy, daxillərinə qoy, ya Rəbb. Əyaqlarına maral əyaqları kimi sevici əyaqlar ver ki, sənə yürümək üçün. O daş ürəklərini götür. Yumuşaq ürəyini onların içinə qoy ki, daimi səni, ya Rəbb, izzətləndirə bilsinlər. Tanıya bilsinlər. Sənə tərəf çönə bilsinlər, ya Rəbb. Hər bir bacı qardaşımın görməyən gözləri açılsın. Qulaqları açılsın səni eşitmək üçün. Sən çağıranda onlar sənə, bəli, mən buradayam deyə bilsinlər. Hər bir evi, hər bir ailəni sənin qarşına gətirirəm. Və dua edirəm, səndən istəyirəm, ya Rəbb. Toxun, ata, sənin toxunuşun. Qoy onları dünyanın hər bir izdivacından, dünyanın hər bir coşqusundan onları azad etsin, ya Rəbb. Qoy onlar, ata, əsl qurbanın, əsl miladın nə olduğunu tam şəkildə anlayışla qəbul edə bilsinlər. İsa Məsihin ismi ilə. Ata, sən qadir Allahsan, qadir gücə maliksən. Necə ki doğuldun, həyatlarımızı dəyişdirdin, ya Rəbb. Necə ki doğuldun, ata, bizə nur verdin, bizə işıq verdin. Parlatdın bütün həyatlarımızı. Qoy o parıltı bütün evlərə, bütün ürəklərə axsın. Zihinlərə, düşüncələrə axsın. Görməyən gözlər səni görsün. Eşitməyən qulaqlar səni eşitsin. Dərk etməyən şuurlar səni dərk etsin, ya Rəbb. Ya Rəbb, səndən istəyib, səndən diləyirəm. Ya Rəbb, uzat uzun əllərini, ya Rəbb. Sənin o tumarlı sağ əlin, qoy hər bir bacı qardaşımın bu dəqiqədə bağında, ürəyinə, qəlbinə toxunsun.
Qoy onlar həqiqətdə sənə səzdə edən, sənin qarşında səni yüksəldən övladlar olsun, ya Rəbb. Həyatlarının hər bir sahəsində, ya Rəbb, hər zaman ata, gecə gündüz, sənin qarşında ata, sənin huzurunda duran övladlar olsunlar ata. Dünya tərsləri, dünyanın bütün adət ənənələri, dünyanın hər bir coşqusu onların həyatlarından silinsin və götürülsün. Kəsilsin ata, ya Rəbb. Bu əməliyyat əgər ağır bir əməliyyat olsa da, qoy kəsilsin ki, onlar artıq dünyadan tamamilə ata ayrıla bilsin deyə dua edirəm. Ya Rəbb, sən qadirsən. Sən qadirsən, bu miladının coşqusu qoy onların ürəklərini alsın. Bu doğuluş elə belə bir doğuluş deyil. Bu körpə elə belə bir körpə deyil. Bu körpə dünyanı xilas etmək üçün doğulan bir körpədir. Bu körpə bizi cəhənnəmin odundan azad edib, cənnətə aparan bir körpədir. Qoy bu körpənin doğuluşu onların həyatlarını tamamilə hər şeydən azad etsin. Və onlar ata, bu müdafiənin üzərində, bu müdafiənin onları apardığını tam əminliklə qəbul edə bilsinlər. Hər bir şeydə sənə sadiq olsunlar, ya Rəbb. Evləri ata, özün gir, ya Rəbb. Bütün evlərin çırağı sən ol, ya Rəbb. Ya Rəbb. O xəstələr ki, ata, nə edəcəklərini bilmirlər, ya Rəbb, bir zamanlar. Sən bizə müqəddəs yazılarında göstərdin və dedin, o qadın ki, 12 il qadın xəstəxanalara gedirdi. Çarəsiz idi, ümidsüz idi. Heç bir çarə tapılmırdı. Və müflis olmuşdu. Ancaq o zaman ki, o səni anladı. Və sən ona toxundun, ya Rəbb. Sənin toxunuşun onu tamamilə dünyanın hər bir abı havasından azad etdi. Və o əsl həqiqətin, əsl çarənin, əsl çıxışın nə olduğunu anladı. Və sənə tərəf yürüdü. Və sənin o gözəlliyində, sənin o dərgahında yaşamağa başladı. Sənin imanınla doldu, ya Rəbb. Qoy hər bir bacı qardaşıma, sənin o verdiyin, o xeyirdə o bərəkət, o şəfa axsın, ya Rəbb. Ürəklərə, dərdlərə. Tamamilə azad olsunlar, ya Rəbb, xəstəlikdən, ümidsizlikdən, çarəsizlikdən. Tamamilə azad olsunlar, ya Rəbb. Ya Rəbb, sən qadirsən. Sən qadirsən, ya Rəbb. Sən bizim Elşadayımızsan, ya Rəbb. Sən bizim Rafamızsan, ya Rəbb. Şəfa verən gücsən, qüvvəsən, gəl. Gəl ki, qoy azadlıq gəlsin ürəklərə, qəlblərə. Gəl ki, onlar sənin yollarını tanısınlar, ya Rəbb. Ya Rəbb. Səndən istəyib, səndən diləyirəm, ya Rəbb. Sənə minnətdaram, ata, hər şeyə görə. Hər bir ürəyi idarə etdiyin üçün. Hər bir ürəyi tamamilə müdafiən altına saldığın üçün sənə minnətdaram, ata. Minnətdaram sənə, ya Rəbb. Ya Rəbb. Qoy hər kəs, ata, özündə kəsib ata bilmədiyi, dünyəvi, cismani nə varsa, ata, ya Rəbb, onu sənin vasitənlə, ata, sənin qarşında dayanaraq, ata, o yerdən tamamilə azad olsun. İsa'nın ismiyle, İsa Mesih'in diri adıyla, ya Rəbb. Sən çünki bizim qadir olanımızsan. Sən bizim həyat çörəyimizsən, ya Rəbb. Sənə şükürlər olsun. Minnətdarıq biz sənə, ya Rəbb. Minnətdarıq sənə. Halleluya. Halleluya. Ata, oğul, müqəddəs ruh naminə. Amin, amin, amin.